İmam Sadiq əleyhissalamdan bir hədis var. Bir dəfə oğlu yanında bir tanışı ilə evinə qədər gedirlər və evinə çatanda içəri daxil olur və onu ora qədər müşayiət edən adama demir ki, gəl evimə qonaq ol. Oğlu İmam Sadiqdən soruşur ki, bəs onu nəyə görə dəvət eləmədiniz? Deyir ki, bəs bu uyğun deyildi də, münasib deyildi. Deyir, onsuz da o qəbul eləməyəcəkdi də, yox deyəcəkdi. Deyir, istəmədim ki, niyyətimlə əməlim bir-birinə zidd olsun. Əslində arxain, tam rahat olmağa əslində dəvət edir bizi. Bu gözəl bir şeydir. Mən nə qədər mükəlləfiyyətlər boynuma götürürəmsə, o qədər yüklənirəm. Biz Qurani-Kərimdə bunu görürük. Ancaq Qurani-Kərim daha dərində düşünür. Bizi sırf fitrətimizə qaytarır. O özünə qayıtmağı daha dərinə aparır ki, yəni sən öz mənliyinə gəldin, ancaq ondan da dərinə get və öz ruhunun kökünə qədər var ki, sən öz içində nəsən? Bu mövzular Qurani-Kərimdə olan mövzulardır. Ona görə mən hərdən Qurani-Kərimi oxuyuram, deyirəm ki, Qurani-Kərim bu cəhətdən ən güclü ekzistensial ədəbi nümunədir.